Dünyada əgər iki quş bir-biri ilə şirin-şirin söhbət edirsə, bu Moskvanı cinləndirir. Dəxli yoxdur o quşun hansı ailəyə məxsus olması, hardan gəlməsi, hara getməsi. Dünyada iki qonşu bir-biri ilə mehriban davranırsa, bu Moskvanın hikkəsinə, qəzəbinə səbəb olur. Çünki Moskva üçün hər yerdə münaqişə etmək, düşmənçilik toxumu səpmək, xalqları bir-birinə düşmən etmək, ərazi mübahisələri yaratmaq, münaqişələri yaratmaq Moskvanın çörəyidir. Ona görə də Xoren, Qurgen və Sorenoid sürüsü bunlar üçün mükəmməl bir alətlər sistemidir. Zakharova deyir ki, biz məmnunuq bu yolların açılmasından, kommunikasiyaların açılmasından. Sən deməyəsən Moskva özünü öldürürmüş ki, İrəvanla Bakının arasında sülh müqaviləsi imzalansın. Amma Bakı ilə İrəvan yaxınlaşa bilmirlərmiş. Moskva da bunun arzusunda çabalayırmış ki, sülh olsun. Aman ya Rəbbim, Kreml hakimiyyəti istəyirmiş ki, Güney Qafqazda sülh olsun, bu xalqlar dostluq şəraitində yaşasın. Ona görə erməniləri silahlandırırmış. Ona görə erməni separatizminə dəstək verirmiş. Ona görə 6 oktyabr 2022-ci ildə Praqada Paşinyan Azərbaycanın Qarabağ daxil olmaqla ərazi bütünlüyünü tanıyanda peşman oldular. Moskvada dəhşətli bir depresyon vəziyyət keçirdilər. İş o yerə çatdı ki, Putin Valdayda çıxdı, dedi ki, baxın burada iki variant var, Moskva-Vaşinqton variantı. Vaşinqton variantında Qarabağda yaşayan erməni separatçılarına statusdan söhbət getmir. Moskva o qədər həyasız siyasət aparır ki, o qədər agresiv, utanmaz bir siyasət aparır ki, onu ismətsiz siyasət olduğunu görməmək mümkün deyil. Amma Mariya Zakharova dönən deyir ki, İrəvanla Bakının yaxınlaşması, kommunikasiyaların açılması, sən deməyəsən bunu Həzrəti İsa nə qədər istəyirmişsə, Putin də o qədər istəyirmiş və ya onun misli qədər istəyirmiş. Bir neçə misli qədər. Azərbaycan öz ərazisindən tranzit yüklərin erməni kolxozuna getməsinə imkan yarattı. Amma indi bu tranzit yüklərin Ermənistana getməsinə qarşı kimlər çıxış edir? Rusiyanın casus şəbəkəsi, kilsənin zəhərlədiyi ermənilər ki, onlar %99%dir. Bəlkə 99,99%dir. Bunlar çıxış edirlər. Dünən ermənilərin Sukiyasyan soyadlı deputatın ailəsinə məxsus olan yanacaq doldurma məntəqələrində Azərbaycan benzininin qiyməti yazılıb. 440 dram. Yəni bir tam %15 $. Orada 44 rəqəmin görən ermənilər barbar bağırırlar. Güya Azərbaycanlılar gediblər. Orada bu qiyməti yazıblar ki, bu 440 dram olsun. Bəzi yerlərdə 444 dram yazıblar. Ermənilər günləniblər. Azərbaycan benzininə qəsdən 444 dram qiyməti yazılıbdır ki, bunlar bizi bu 44 rəqəmi ilə günləndirsinlər. Bu toplumu nətər idarə etmək olar? Ümumiyyətlə, bir insanın nifrətə köklənməsi dəhşətli bir haldır. Əziz dostlar, insan nifrətlə yaşaya bilməz. Nifrət çox dəhşətli bir hissidir. İnsan sevgi ilə yaşaya bilər. Allaha olan sevgi, valideynlərinə olan sevgi, vətəninə olan sevgi, övladlarına olan sevgi, ailənə olan sevgi, torpağına, tarixinə olan sevgi, tarixi şəxsiyyətlərinə olan sevgi, öz mədəniyyətinə, öz musiqinə olan sevgi. İnsan sevgisiz yaşaya bilməz, insan nifrət ilə
yaşaya bilməz. İnsan nifrətə kökləndisə, getdikən o vəhşiləşəcəkdir. Normal insan, sivil insan, insan doğulmuş insan balası nifrətlə yaşaya bilməz. Bunlar 365 gün nifrətə kökləniblər. Qorxaq olduqları üçün. Qarabağda bir dızqaq sözü var idi. Yəni qorxağın maksimumu. Dızqaq olduqları üçün. Cəngavər olmadıqları üçün. Xorendən iş vaxt qeyrətli döyüşçü olmayıbdır. Ən bir qeyrət işləri görüb Xoren. Vazgeni də, Sureni də, Qurgeni də həmçinin. Uşağa əl qaldırmaq, qadını öldürmək, məscidi uçurtmaq, məscidə donuz bağlamaq, qəbrə güllə atmaq, qəbirləri eşmək, meyitləri çıxardıb qızıl dişlərini söymək. Dünyada elə bir rəzil və alçaq əməl varmı ki, Xoren onu yerinə yetirməmiş olsun? Və indi də niyə 440 dram yazılıb və ya 444 dram yazılıbdır? Biz nə bilək niyə yazılıbdır? Siz mələdiniz, istədiniz, biz də sizə benzin göndərdik. Alın, için, maşınlarınıza doldurun, avtomobillərinizə və ya kimin Azərbaycan benzini ilə. Bizə nə var? Paşinyan, Mirzoyan, Qriqoryan yalvarırlar ki, kommunikasiyalar açılsın. Türkiyə ilə Ermənistan sərhədi açılsın deyə bunlar köynəklərin cırırlar. Kommunikasiya tranzit yüklərə yaşıl işıq yandırdıq. Rusiyadan taxıl istəyirsiniz, Azərbaycan ərazisindən gəlir, Gürcüstandan keçir Ermənistana. Gürcüstan da burada qıcqırıbdır ki, bu indi tarif davası gedir. Çünki Gürcüstana o qədər də maraqlı deyil Zəngəzur dəhlizinin açılması və Ermənistanla Azərbaycanın birbaşa əlaqələri. Tamam, bu başqa bir məsələdir. Hər kəsin köynəyi özünə yaxındır. Bunları anlayırıq. Amma taxıl istədin, bizim ərazidən Rusiya taxıl göndərdi, Qazaxstan taxıl göndərdi, ilişdilər taxıla, cücü axtardılar, taxılın içində cin axtardılar, iblis axtardılar. Çünki Xorendir. Xoreni bəşər övladı səviyyəsinə gətirmək mümkün deyil. Mən bunu dilimin döndüyü qədər, məntiqim yetdiyi qədər, potensialım çatdığı qədər hər bir Azərbaycanlıya çatdırmaya çalışıram. Ki, əsas məqsədim odur ki, bizim övladlarımız, bizim nəvələrimiz, nəticələrimiz bunların qurbanına çevrilməsin. Bugün Azərbaycanda ağlı başında olan, siyasəti anlayan, bu təhlil ilə məşğul olan tarixçi, politolog, siyasətçi, şərhçi, hər kəsin boynunun borcu Xoreni xislətin bu gənc nəsilə çatdırmaqdır. Çünki onlar Xorenlə bir yerdə yaşamayıblar. Onlar Vazgeni, Siranuşu, Ayqanuşu tanımırlar. Mən heç zaman istəməzdim ki, bizim övladlarımız nifrətə köklənsinlər. Qətiyyən bu doğru yol deyil. Qəti şəkildə. Amma sən maddələri, materialları, canlıları bir-birindən seçməlisən, bilməlisən ki, bu şirdir, bu pələngdir, bu çaqqaldır, bu ilandır, bu köstəbəkdir, bu sikobuldur, bunu anlamalısan. Anadolu qardaşlarımızın bir gözəl atalar sözü vardır. Deyirlər ki, ağ köpəyi qoyun deyib qucaqlama. Qucaqlamasınlar. Sabah çaqqalı canavarla qarışdırmasınlar. İlanın üstündəki o çox gözəl naxışlara baxıb, onun içində zəhər olduğunu unutmasınlar. Bizim məqsədimiz budur. Yoxsa əgər Xoren özünün çocuğun doğulduğu gündən qəbr evinə qədər zəhərlə sazlayırsa, bu bizim yolumuz deyil. Qəti şəkildə. Azərbaycan xalqı cəngavər, böyük qəlbli, böyük ürəkli,
böyük mədəniyyət yaratmış, nəhəng mədəniyyət yaratmış bir xalqdır. Azərbaycanda yaşayan avtoxton xalqların hamısı bu cürdür. Erməni Qafqaz xalqı deyil. Bunların Qafqazla heç bir əlaqəsi yoxdur. Erməni Qafqaza Vatikanın senarisi ilə Rusiya tərəfindən gətirilib, yerləşdirilibdir. Bunu mən dönə-dönə söyləmişəm əziz dostlar, yenə təkrar edeyim. Bəlkə kimsə duymuyubdur. Hər kəs soruşa bilər ki, Vatikanın erməni-müsəlman münasibətlərində nə rolu vardır? Türklərin ayağın Avropadan kəsmək üçün Vatikanın kəlləli kişiləri düşündülər ki, burada ən yaxşı variant Rusiya ilə Türkiyənin düşmənçiliyinə dəstək verməkdir. Çünki Ruslar Anadolu Türklərin özlərinin dini düşmənləri sayırlar. Ona görə ki, Rus xalqı, Ruslar pravoslav xristiyanlığın Yunanlardan əxs ediblər. Yunanların imperiyasını çöktürən Anadolu türlərinə bunlar dini babalarının düşmənləri kimi baxırlar. Və bunu anlayan Vatikan 1701-ci ildə İsrail Ori adında bir məlun erməniyə vəkalətnamə verib 1. Pyotrun yanına göndərir ki, bu milləti sən Türk dünyasının içərisində yerləşdirib, Türklərin bətninə, orqanizminə darışdırıb, onların ərazilərini işğal edib paramparça edə bilərsən. Və 1. Pyotr da bunu anladı. İsrail Ori adında bu məlunu mükafatlandırıb, rütbələndirib Səfəvi dövlətinin ərazisinə göndərdi. Şamaxıya gəldilər, Bakıya gəldilər, Qarabağa gəldilər, Təbrizə getdilər. Yerli əhalinin əhval-ruhiyyəsini öyrəndilər. Nə qədər xristiyan var, nə qədər müsəlman var. Bunların hesabatını apardılar. Qaydanda yolda, Həştərxanda bu İsrail Ori mundar oldu. Amma onun için başqaları davam etdirməyə başladılar. Və bu günə qədər davam edən erməni məsələsi bütün dünya tərəfindən Türk dünyasına qarşı istifadə edilməyə başladı. 19-cu əsrin ikinci yarısından başlayan uydurulmuş erməni və Kürt məsələsi, Şərq məsələsi adında Türk dünyasının ayaqlarına zəncirləndi. Osmanlının zəiflədiyi dövrdə Osmanlının ərazisində erməniləri dəstəkləyən Rusiya, Çar Rusiyası, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, İtaliya, Fransa, Yunanistan əllərindən gələn etdilər. Osmanlını paramparça etdilər. Osmanlı ilə Səfəvi dövlətini düşmən elədilər. Qacar dövlətinin məğlub olmasına şərait yaratdılar.